Xalqın gəlini çoxdan ucu turşusunu qoyub, yəni 5-ci reysini də qoyub. Mən hələ 1-ci reysinə qoyuram. Nəysə sağ olsun yoldaşım bu səf zirəkli eləyib, xiyarı da alıb, ondan sonra əlavə sarımsağı da alıb, biberi də alıb, nəhayətində yəni bütöv alıb bu səf. Başladım eləməyə, amma sizdən bir şey soruşmaq istədim. Sizin ilk şorba deneyiminiz kiminlə olub? Mənimki qaynanam onunla olmuşdu, sağ olsun. Yəqin ki, onunki də birinci dəfə idi mənlə elədiyi, çünki onda da ki nədənsə o xiyar bankəsi düz 5 il bizdə davam elədi. Çünki içinə istiotlu biber qoymuşdu. Heç kəs də yeyə bilmədi. Nəhayətində sizlərdən də belə başına bir əhvalat gəlibsə, yorumlarda yazarsınız. Beləliklə başladım beləncə xiyarın da başına oyun açmağa. Çünki xiyarlar biraz böyük idi, mənim də bankələrim balaca idi və başladım onu ikiyə bölməyə, nə bilim başını kəsməyə. Burada da Zəhra sağ olsun mənə kömək eləyir. Təşəkkür edirəm burada da ona və beləliklə sona doğru da gedirik. Nəhayətində bu şorabadır. Eybi yoxdur. Nəysə beləliklə heç bir ziyanlıq olmadan da sona vurdum. Gələn vloqlara qədər hələlik xoş izləmələr. Əgər bəyəndinizsə yorum yapmayı, takib etməyi də unutmayın. Bir daha çox sağ olun. Bu da növbəti videoda pomidor olacaq.